Hər birinizi salamlayıram. Bilirsiniz, elə bir mövzu var ki, hamımızın həyatının mərkəzindədir, amma bəlkə də ən çox çaşbaş qaldığımız mövzudur, sevgi. Yaxşı, bəs həqiqi sevgi nədir axı əslində? Onu necə tapırıq? Tapandan sonra necə qoruyuruq? Gəlin, bu dəfə bu sualların cavabını bir yerdə axtaraq. Və bu mürəkkəb mövzunu anlamaq üçün elə bu sahənin ən yaxşılarından birinə, tanınmış ailə psixoloqu və psixoterapevt Sübhan Abuşovun dərin biliklərinə müraciət edəcəyik. Onun təcrübəsi inanın ki, bizə sevginin o görünməyən, dərin tərəflərini kəşf etməkdə əsl bələdçi olacaq. Baxın, əsas sual budur. Hər birimiz yəqin ki, həyatımızın hansısa nöqtəsində bu sualı özümüzə vermişik. Yəni, bu sevgi deyilən şey sadəcə gəlib keçici bir ehtirasdır, bir hissdir, yoxsa daha dərin, daha köklü bir bağdır. Bütün bu söhbətimiz elə məhz bu təməl sualın ətrafında fırlanacaq. Yaxşı, gəlin başlayaq sevginin tərifindən. Sübhan Abuşovun fikrincə, burada çoxumuzun düşündüyünün tam əksi bir vəziyyət var. Bilirsiniz, sevgi sadəcə bir emosiya, bir his deyil. Yox, o bir seçimdir. Konkret addımlar, konkret öhdəliklər toplusudur. Bax, budur əsas tərif. Sübhan Abuşovun təqdim etdiyi tərif budur. Sevgi, qarşındakı insanın ruhunu, yəni onun daxili aləmini dərindən anlamaq və həqiqətən də ona dəyər verməkdir. Görürsünüz, bu sadəcə kimisə bəyənməkdən, xoşlanmaqdan qat-qat dərin bir şeydir. Deməli, birinin sevgisinin gerçək olub olmadığını necə bilərik? Baxın, bu konkret əlamətlərə baxmaq lazımdır. Hörmət varmı? Vəfa varmı? Fədakarlıq edirmi? Qarşındakının ruhunu, o daxili dünyasını həqiqətən sevirmi? Əgər bunlar yoxdursa, deməli ortadakı sevgi deyil, sadəcə bir illüziyadır. Bu 4 şey var ha, bax onlar sevgini möhkəm bir qalaya çevirən sütunlardır. Yaxşı, və sevgi necə yaranır, necə böyüyür? Sübhan Abuşova görə sevgi yerində sayan donmuş bir şey deyil. Əsla, o canlı bir prosesdir və bu prosesin yanacağı nədir bilirsiniz? Bilgi. Qarşınızdakı insan haqqında nə qədər çox şey bilirsinizsə, o qədər. Bu fikir əslində çox güclüdür. Bir anlıq düşünün, bir insanın düşüncələrini, xəyallarını, dəyərlərini nə qədər dərindən başa düşsəniz, ona olan sevginiz də bir o qədər artar, güclənər. Yəni, başqa cür desək, bilik sevgini bəsləyən ən vacib qidadır. Onsuz sevgi ac qalır. Amma təbii ki, medalın bir də o bir üzü var. Yəni, bu proses tərsinə də işləyə bilir. Təsəvvür edin, birini tanıdıqca görürsünüz ki, onun o daxili aləmi heç də sizin dəyərlərinizə uyğun deyil, hətta bəlkə də çürükdür. Onda nə olur? Həmin o ilk heyranlıq, o ilk həvəs yavaş-yavaş sönür. Çünki dostlar, həqiqi sevgi çürük bir təməl üzərində tikilə bilməz, mümkün deyil. İndi isə gəldik çox təhlükəli bir məqama. Gəlin, sevginin ən böyük, amma ən gizli düşməninə baxaq. Bəli. Söhbət sevgi ilə nifrət arasındakı o çox incə, o çox təhlükəli sərhəddən gedir. Baxın, bu cədvəl vəziyyəti əslində mükəmməl göstərir. Sevgi və nifrət sanki işıqla qaranlıq kimidir. Biri varsa, o biri yoxdur. Biri gələn kimi, o biri çəkilib getməlidir. Amma ən qorxulusu nədir bilirsiniz? Ən parlaq sevgi işığı göz qırpımında ən dərin, ən zülmət nifrətə çevrilə bilər. Bu potensial hər zaman var. Sübhan Abuşovun bu sözləri əslində birbaşa xəbərdarlıqdır. Deyir ki, bir insana qarşı hiss etdiyimiz sevginin miqdarı qədər əslində gizli nifrətimiz də var. Əgər o sevgi itsə, yerini eyni böyüklükdə nifrət alar. Çox kəskin səslənir, elə deyilmi? Yəni içimizdəki sevgi nə qədər böyükdürsə, onun nifrətə çevrilmə riski də o qədər böyükdür. Buna görə də sevgini qorumaq, onu hər gün bəsləmək həyati dərəcədə vacibdir. Yoxsa ən şirin yuxumuz, ən acı kabusumuza dönə bilər. Yaxşı, bəs bütün sevgilər eyni gücdədir, eyni formadadır? Əlbəttə ki, yox. İndi görəcəyik ki, sevginin də öz səviyyələri, öz növləri var. Və bu mürəkkəb iyerarxiyanı gəlin çox mənalı bir tarixi hekayənin dili ilə anlamağa çalışaq. Rəvayətə görə bir gün Həzrəti Məhəmməd Peyğəmbər Həzrəti Əlidən soruşur. Deyir ki, sən həm Allahı sevirsən, həm məni sevirsən, həm övladlarını, həm də yoldaşını. Yaxşı, bəs bu qədər böyük sevgini o tək qəlbə necə sığışdırırsan? Bu dərin sual qarşısında bir anlıq çətinlik çəkən Həzrəti Əliyə cavabı həyat yoldaşı Həzrəti Fatimə verir və onun cavabı sözün əsl mənasında dahiyanədir. Deyir ki, qəlb tək bir otaq deyil, hər sevginin öz yeri var,
Hər sevginin öz qabı var. Və baxın, budur o müdrik cavabın detalları. Deməli, Allahı insan bütün ruhuyla sevir, Peyğəmbəri bütün qəlbi ilə, imanı ilə sevir, evladlarını şəfqəti ilə, mərhəməti ilə sevir, həyat yoldaşını isə ehtirası ilə, nəfsi ilə sevir. Gördünüz, bu sevgiləri bir-birinə qarışdırmadan hər birini öz yerində, öz dəyərində yaşamağın qızıl qaydasıdır. Yaxşı, bu qədər nəzəriyyədən sonra gəldik çatdıq ən praktik, ən vacib suala. Bəs biz özümüz necə sevilən bir ola bilərik? Sevgini həyatımıza necə çəkə, onu necə yetişdirə bilərik? Sübhan Abuşovun fikri çox aydındır. Sevilən olmaq xarici görünüşlə bağlı deyil, tamamilə daxili keyfiyyətlərlə bağlıdır. Baxın, bu bir prosesdir. Hər şey insanın düşüncə tərzindən, mədəniyyətindən başlayır. Sonra vəfalılıqla, sədaqətlə davam edir, fədakarlıqla sübuta yetirilir. Və ən əsası nədir? Bütün bunların sözdə qalmaması, əməldə, praktikada göstərilməsidir. Və bu da bizi yenidən başlanğıc nöqtəsinə, əsas fikrə qaytarır. İnsan zahirinə görə bəyənilə bilər, amma ruhuna görə sevilir. Həqiqi sevgi insanın xaricinə yox, daxilinə, yəni o ruhuna yönəlir. Və o ruhu gözəlləşdirən, onu sevilməyə layiq edən şeylər də elə indicə saydığımız o möhkəm xarakter, o sədaqət və fədakarlıqdır. Və yekunda elə Sübhan Abuşovun öz şeirindən gələn bu misralar məncə bütün bu fəlsəfəni möhtəşəm şəkildə cəmləyir. Ruhumla sev Allahı mütləq, nəfsinlə yarını, yoxsa parçalar kədər üzüntü səni. Bu həm sevginin o iyerarxiyasını anlamağın, həm də insanın öz daxilində harmoniyanı tapmasının əsl açarıdır. Yaxşı, sonda bu sualı birbaşa sizə ünvanlamaq istəyirəm. Bütün bu danışdıqlarımızdan sonra bir anlıq dayanıb düşünün. Siz öz həyatınızdakı sevgini necə qoruyursunuz? Necə bəsləyirsiniz? Həqiqi sevgini yaşatmaq üçün hansı addımları atırsınız? Ya da bəlkə bu söhbətdən sonra hansı addımları atmağı düşünürsünüz? Özünüz üçün bir düşünün.